gözəl evladım var. Və bu isə mənim sevgi dolu ailəmdir. Hər zaman qürur duyduğum, xoşbəxt olduğum, amma orada tam olmayan mən varam. Tam olmayan mən isə uşaqların cəsarətləndirə bilməyən, uğurun nə olduğunu onları hiss etdirə bilməyən, bacarın, edin deyə bilməyən anam. Niyə görəsən? Çünki insan edə bilməyəcəyi şey olmayanda onu ötürə də bilmir övladlarına. Və mən orta təhsildə olduğum üçün hər zaman belə, sanki belə onlara çox da belə deyir, o bacarıqlı olmayan hisslərini ötürə bilmirdim. Və qorxurdum. Bir gün mənə sual verirlər ki, yaxşı, mama, sən deyirsən oxuyun, bacarıqlı olun, güclü olun, yaxşı, sən özünü niyə etməmisən deyə deyərdilər deyə. Sanki ona görə o sualdan qorxurdum. Və mənim çox gözəl bir də arzularım var idi. Arzularımdan biri də, və bəzən arzular həyata keçmir və sən onu sandığa qoyursan, arzunu da kilitləyirsən ki, artıq bitdi. O arzularımdan biri isə mən aparıcı olmaq olub və insanların hər zaman üzərində gülüş yaratmaq olub. Belə olaylı xəbərlər, acı xəbərlər yox, belə emosiyalı xəbərlər olub və bu heç vaxt reallaşa bilməyəcəkdir və mən böyük bir kollektiv, ümumiyyətlə insan sevən bir insanım deyə kollektivin olmasını o qədər çox istəyirdim ki, bu da mümkün deyildi. Çünki artıq ailə qurmuşam, övladlar və orta təhsil olmaq buna mənə həqiqətən mane olurdu. Və o sandıqda qalmış arzularımı sanki toz basmışdı, belə deyərdim. Və qarşıma mənim mələyim, bizim dəyərli bürünə direktorumuz Zeynəb xanım qarşıma çıxdı və qonşu olaraq çıxdı və şans sanki sənin ayağına gəlmiş kimi hiss etdim. Demək, məhəllədə tanış oldum və o sandıqda qalmış o arzuları bir il artıq çıxartmağın vaxtıydı deyə artıq Zeynəb xanımla qarşılaşdım və mənə bu işdə uğurlu olacaqsan hissini ötürdü. İnandırım sizə, biz bəzən fabrik şirkətində təklif etdiyimiz zaman nə deyirik? Gəl qoşul, indirim qazan, hədiyyə qazan, pul qazan. O isə mənə nə desə yaxşıdır. Mən bir görüşə getmişəm, bax burada gör nə gözəl kollektivlər var. Güranə xanımın səhnədə olan çıxışı sanki mənim arzularımı, içindəki arzularımı tetikləyirdi. Və mən çox belə başqaydım ki, artıq hər şey əla olacaq. Amma arzuları reallaşdırmaq üçün heç nə yox idi. 20 kontakt, 0 manat, 0 sosial, 0 da dəstək. Yəni, bu günləri Yaqut direktoram 3 ildir bu şirkətdəyəm. Rəqib şirkətlərdən, yəni mənə heç bir komanda gəlməyib. Zeynəb xanım mənə komanda qız vermək belə bir şey əsla olmayıb, heç buna məcbur da deyil. Rəhbər ancaq səni dəstəkləyən, sənin arxanda durandı, o da ən gözəlini edib mənə. Və sosial şəbəkədən də mümkün deyildi, heç yox muydu? Blogerlərə pul verməyə vəbşə yox idi, çünki ilkin sifariş etmək üçün yoldaşımın dəstəyi olmaması üçün mənə pul vermirdi. Ona görə də o da yox idi. Yəni günün neynədir yaxşı, günün necə oldu ki, 3 il ərzində bugün böyük bir şəbəkəsi var. Əlimə çıxan bütün fürsətləri dəyərləndirdim. Xəstəxana, bilmirəm burada necə görsənəm, amma valla bunlar etmişəm. Xəstəxana, marşrut, dayanacaq. Çünki mənim kontaktım yox idi. 20 nəfər kontaktım var. Yəni kimi dəvət onu da hesablasam dayı bibi, yəni belə. Və mən başa düşdüm ki, mən kontaktımı böyütməliyəm. Çünki Zeynəb xanım mənə deyib, o arzularımı artıq reallaşdırmalıyam. Və mən hərəkətə keçməliyəm. Marşruta binirdim, səhər bir xanım gördümsə onun yanına yaxınlaşırdım. Başlayırdım ondan söhbətlər etməyə. Deyirdim ki, nə gözəl övladınız var, harada yaşayırsınız, harada olursunuz? O da belə başlayırdım ondan çox gözəl ünsiyyətlər qurmağa. Və ünsiyyətlər qurduqca onu özümə bağlayırdım, amma şirkətdə çalışdığımı əsla demirdim. Sadəcə onunla kontaktımı əlavə edib, ona öz statuslarımdakı olan uğurları ötürmək olur. Bəzən elə olur ki, dayanacaq, istədiyim, düşəcəyim dayanacaqda düşmək istəyirdim, amma düşmürdüm. Çünki onun nömrəsini hələ almamışdım. Yolumu uzadırdım, amma düşmürdüm və qızın nömrəsini alırdım. Qızın nömrəsini almaq məqsədim, onun kontaktımı əlavə edib, onun ətrafını, onun qonşusu, onun qohumu deyərəkdən artıq xəyallar qururdum. Və dayanacaq. Dayanacaqda qızla baxışırdım. Deyirdim, siz mənə tanış gəlirsiniz, harada olursunuz siz? Deyir ki, nə biləyim, deyirəm, nəsə mənə harada qalırsınız? Onunla ünsiyyət qurub, onu da kontaktımı əlavə edirdim. Xəstəxana. Bəzən gedirik də, hər zaman sağlıq olsun, amma bəzən müraciətimiz olur o tipli yerlərə. Xəstəxanadakı UZİ-də dayanırdım və oradakı insanlarla ünsiyyət qurub, onların bütün dərdlərini dinləyirdim. Dərdlərini dinləmə səbəbim isə sonunda deyirdim ki, sən Allah nigaran qaldım, nömrəni bir görüm, həkim
sənə nə dedim? Yəni bilmirəm, yenə deyirəm, yəni bacardığım qədər kontaktımı böyüdürdüm də. Yəni mən komandamı deyərəm ki, belə deyir, o dənə-dənə, tək-tək əldə etmişəm. Və bunları əlavə edirdim. Bir müddət statusumu bunları ötürüb, sonra onları dəvət edirdim. Onların əli ilə xalası qızı, qonşusu, qonşusuyla danışırdım və bu cür başladım şəbəkəmi böyütməyə. Və bu günləri kontaktımda 20 nəfər yox, 1350 sayda kontaktım var. Və bunu mən bacardım 3 il ərzində. Və hal-hazırda qrup həcmim 50 minə yaxındır. Və aylıq gəlirim isə 2000 üstüdür. Bu həqiqətən... Və həqiqətən mən bunu bacardım, artıq deyə bilərəm. Və insanları hər yeri dəyərləndirdim. Hətta mənim bu günləri gümüş direktorum Emiliya xanımı belə mənim doğumum onun rəfiqəsi sayəsində qazanmışam. Bugün artıq gümüş direktordur. Yəni mən insanlara həqiqətən dənə-dənə yığmışam və o arzularımı reallaşdırmışam. Bu günləri artıq aparıcı kimi çıxış edirəm. Və Allah mənə kollektivin ən gözəlini yaşadım da, yəni ən gözəlini. Desəz ki, Güney uğuru nə qədər çox istəyirdim. Bax, bu günləri hər bir insan uğurlu olmaq istəyir. Uğuru suyun altında qalmış insanın nəfəs alacağı qədər istəyirdim. Həqiqətən istəyirdim. Və keçək slata, növbəti slaytımıza. Bu artıq şəkildə mən tamam. Artıq uğurlu xanım gələcəyə gözəl görən övladlarıma baxın, burada gələcək var deyib ötürən bir anayam, uğurluyam, başarılıyam. Və onlar mənə baxıb güc alır və mən onlara bu həyatda hər şey mümkündür. Hər şey, pulun olmadan belə nəsə əldə edə bilərsən. Sənin ətrafın olmadan belə sən insanlar ətrafına yığıb, sən uğurlu ola bilərsən deyib, arxasında dayanıb və onları çox güclü şəkildə gələcəyim uğurlu bir biznesmen edəcəm. İnşallah. Və dinlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Mən Fabilik şirkətinə təşəkkürümü bildirirəm ki, bu günləri həqiqətən bir çoxlarımızın sandıqda qoyduğumuz xəyallarımızı Fabilik sayəsində həyata keçirdirik. Var olsun Fabilik şirkəti, var olsun bizim dəyərli rəhbərlərimiz, mənim dəyərli dünya direktorum Zeynəb xanım. Hər zaman mənə bacaracaqsan, edəcəksən deyən və gözəl ürəyə sahib olan Tata xanım.